Hamınıza salam dostlar. Bugünləri indi işıqlar söndü, telefonu artıq qoya bilmədim. Tez olacaq bu video, biraz kısa olacaq. Bunu yudum dostlar, bunu bitdiydi deyə yudum. Krantdan sonra gələn vaxtı toyuqları açmamışım, indi açacağım. Onu yudum ki bugün qoyacaqdım əslində, yine yerləşdirəcəkdim. Belki başlardan gördüğünüz kimi toyuğu biri yumurtlamalıydı, bilmirəm yumurtlayıbsa, çünkü yuvaya otura dururdu. Yumurtlayıb bence. İndi gedək. İşıqlar da sönməyə vaxt tapdı. İçəri qaranlıq indi. Bunu çıxartım hiç olmazsa. Mən bunları niye saxlayır? Bırakmalıyım böyle bunları. Bu çilli toyuğu, hadi bak. Çilli toyuğu yumurtlamaydı diye gitti. Bakın. Bakın diye bu çilli toyuq. Bakın bu. Bu toyuq. Bu toyuq yumurtlamalıydı. İndi mən yumurtlayıbsa. Gedək baxaq, yuvaları da ot koydum bu arada. Vay vay bunlar. Ay maşallah maşallah yumurtlayıblar. Şükürler olsun, günler sonra bir yumurta alabildik. Bir maşallahınızı alaram. Niye bugüne kalır? Şimdi başlayacak. Toyuqlar başlayacak. Tek bir zamanda hamısı demək olar ki başlayacak. Bir həftəyə demişdim mən 5 dənə alaram. Yəni gələn həftənin 6-cı gününə qədər. İndi baxaq inşallah. Neçə vaxtdır bura yumurta qoymamışım, heç darıxdı nə. Toyuqlar açın bırakın bayra. Qazları. Gedim bayra qarqa gəlməsin bura. Dən qatın bunlara. Sındırmışam bayaqları sər-sər. Mütləq soxmalı dözünür. Bunlardan çıxan toza baxasan. Bunları çıxartda o toza baxasan. Böyle çok da səpmirəm yerə. Qazlar rahat yiyebilsin diye. Bunlar niye yiyitten yemir? Küt 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 küt. Suya getirdiler, su siler. Ben bunları bir vede su getirip döküm. Qabaqlarına içsinlər. Bura mən istəyirəm ki, eləyə bilsəm, indi söz vermirəm. Buradan o metak boruları olur, kanalizasiya boruları. Onlardan 2-3 dənə deşik açıb, balaca bir şey. Bir vedrəyə krant koyup şlankla o borulara suyu getirip oradan da içsinlər. İndi bacarsam elə etmək istəyirəm. Metak boruları deyə, baxın bu borular deyirəm. Mən hər su getirəcəkdim. Bugünlerde gilas yapıp gelmişik. Çekmedim oranı. Hiç ağlımda olmadı. Hiç vaxt olmur. Videolarda hamısı sahədədir.
Vedrə qalmıyor, bir dənə budur. O da keçən dəfə Afrika yığdığımdır. Mən neçə vaxtdır bilirəm qardaşımla video çəkmirəm. Yenə də çəkə bilməyəcəm çünki evdə yoxdur. İndilik bu qədər bəsdir. O Çenlibel videosunda çoxunuz bəyənmişsiniz. Demək olar hamınız bəyənmişsiniz. Bu suyu qoy, atın bunlar içməsin. Mundar suyu. Bu çattal ki altına taş koyayım hiç olmazsa çattal olmayan yeri. Kablar bu kim sındır bu kadar. Buranın qabı içeride hindədir, onu da çıxartıp vaxt eləyib gün koyun bura. İçeri giren her şey batır çıxır. Suyu bunlar doğruca. Biz sabaha baxaq yumurta biləcəksə. İndi gedək bir qapaq şəkli alım, videosu aldım. Qapaq şəkli aldım. Nə qədər olubsa heç bilmirəm. Yumurtanı bura qoymuşdum elə bir yerdədir. Onu qoydum buna. Baxışıram elə qorxuram, elə bilirəm qarğıdad gəlir. Belə daha yaxşıdır. Video tez olacaq. Zərat qazdaydı. Bunları dünənlərə belə ipi bağlayıb qoymuşdum qabaqlarına. İndi çoxsun yemişdilər. İndi bunları da quruyub. İndi aslan deyiləm. Yığıb indi atacağım bu tərəfə. Sizcə gələn həftənin 6-cı gününə qədər neçə yumurta alaram bir gün ərzində? Mən 5 demişəm. Elə belə siz də bir fikrinizi yazın. Gələn həftənin 6-cı gününə qədər neçə yumurta olar bir günlük? Ən çoxu. Məncə 5 olar. Hindişkoya baxsan. Ot dəlisi. Hər yerdə deyə bayır. İçərini təmizləyirəm, bayıra baxan yoxdur. Bu dəryaz burada, kərki orada. Hamısını yığım. Burada mən baxım gərək. Burada otlar çoxdur bu aradan. Yığım aparım. Burada adam girməyə qorxur. İlan olar deyə. İlanlar da oyanıb. Çox adam ürəkləmir. Əlin soxmağa. Ora bura. Hindişkaya baxsan, qurot girir. Bütün yem qabları buradadır. Biri istisna olmaqla, o da yarın qəfəsinin içində olmalıdır. Bunlar da yuyulmalıdır. Öyle bu yeşil də yuyulmalıdır. Bitlərdən arındırmaq üçün. Bunu dersən hinə qoymaq olar. Yuva əvəzi nə deyil, yuva kimi. Onun ot yediği yere bak. Yuva üçün. Eğer
Yuva çatmasa indi toyuqlar başlayacaq birazdan yumurtaya. Eğer yuva çatmasa eləmək olar onu da yuva. İndi o taxtanı qoyacağım. Taxta dediğim yeşiyi. Axı eğer çatmasa təkərdə qoyacağım. O yeşiyi bir gündən qoyacaqdım. Bir gün bağda oldum. Vaxt olmadı heç. Ne yalan deyim. İndi də eləmək olan deyil. İçəri çox qaranlıqda işıqlar da sönüb ki. Deyim ışığını. Orada su tökmüşəm. Gəl bu lilli suyu içirir bunlarda. Suyu gətirim ortaya koyum diyeceğim. Qazlar, hinduşkalar vəhşi kimi şeydir. Tapdalayıb yıxıb keçəcəklər. Bu cücələr əsas içsin. Cücələr istəyir su. Buna ne oldu? Geç diye orada su. Geç. Mütləq indi lilli su içməlidir də. Su. Suda da iç. Yine ağıllı qara çıxdı. Ne biri içsə diğerləri də görüb içəcək. Mən çəkilim dala. Qoy gəlib içsinlər. Yine ağıllı çıxdı qara. Diğerləri kimi. Ağılsız deyil, lilli su içirlər diğerləri. Bir yana bitli eləmək istəyir, oradan çıxmaq istəyirdi. Ora bağlıdır da. Çıxa bilən deyil. Hinduşkalar doymaq bilmir. Ot verirsən, yem verirsən, əlavə evdən çıxan artıq yeməklər də onları da verirsən. Hinduşkaların gözü doymur. Mortalı da 5 kiloluq su baçoku da elə bir doymaq da bilmir. Çanadağı deyirəm, yemliyi. Su baçoku kimidir. Dolub da qurtarmır. Ay mundar. Ördəyin mundarlığına baxsan. Toyuqlar eləyən kakaşı yeyir. Bu cücələrdə nəsə çatışmamazlıq var. O da su qalaqla gedir bu yerdən palçalı lilli su içir. İndi siz belə toyuqları izlədikdə hansı xoruz, daha doğrusu hansı toyuğa xoruz yaxınlıq edirsə, minirsə daha doğrusu o yumurtlamağa yaxın və ya yumurtlayır deməkdir. Bundan bilə bilərsiniz. Yumurtlamayan toyuq heç vaxt xoruza getmir. Buna görə də dediyimdən bilə bilərsiniz. Yumurtlayıb yumurtlamadığını və yaxud yumurtlamağa az qaldığını bilə bilərsiniz. Toyuqlar sinir, necə deyim. Xoruz əlini kürəyinə vuranda toyuğun yatır əlinin altında yatır. Adamın əlinin altında yatır. Bundan bilmək olar. Baxın orada məsələn bir əmimgilin toyuğu idi, nə idi? Onu xoruz işin gördü. Baxın orada yenə bir ev atığı atıldı. İndi göstərmirəm. Geçsin. Baxın ev atığı atıldı. İkincə gəlib toyuqlar yeyir. Çörəkdir, nə deyir baxın. Bu alıb alma yeyir. Mən də bir yaxdan danışa dayanmışam. Sən demə video dayanıb. Ekrana baxanda gördüyüm video dayanıb. Mən də 2 saat danışa dayanmışam. Xoruzda yoxdur da bir toyuq çağırıram, nə bilim neyniyim. Ancaq öz qarından fikirləşirlər. Bir dənə ara bir o digər xoruzdur. Qırmızı, 40 pipi olan. Diğerlərində yoxdur, öz qarından fikirləşirlər ancaq. Bunun ayağı da düzələn kimidir, bilmirəm. Düzəlsə düzəlməsə onu. İşi biti bunun. Aslında hiçbir şeyden değildim. Ayağı gitti diye istemedim de saklamak. Ayağı da düzelip onun bence. Bence yok düzelip artık normal. Çiftleşmek istedi. Normal atır ayağın. Gördünüz mü bilmirəm.
O sarı toyuq nəsə qığıldıya gəzirəm ki, xoruza da getmir. Xoruzdandır artıq bu da. Digər xoruzlar olmasa bu özün lider kimi aparır. Hər bir xoruz elədir. Məsələn, qara da digər qırmızı olmasa özün lider kimi aparır. Məsələn, bu qırmızı da digərləri olmasa liderdir. Ən aşağı rütbə olan xoruz budur. Sağ olun dostlar, yeni zaten qurtardı. İnşallah işıqlar yanar, ataram bunu sizə. 4 saniyə, 3 saniyə gələn videoda görüşmək dileğiyle, özünüzə yaxşı baxın.